Uşaqlar, hamınıza salam. Bugün çox şəkər bir qutu açacağıq. Baxaq görək bu qutumuzun içində nələr var. Birlikdə baxacağıq. O qədər şirin qutudur ki, buna baxın. Çox gözəldir. Buna baxın. İndi birlikdə açaq bu qutunun içindəkilərə baxaq. Qutumuz full bənövşəyi rəngdir. Ay, çox sevirəm tək rəng şeyləri. İndi bir-bir içindəkiləri sizə göstərəcəm. Ən birinci belə bir atkritka. Sonra burada belə şirin bir rezin var. Gözləyin, saçımı yığım. Saçı yığılı ipək deyiləm deyə, başqa bir qızam deyə saçımı açacağım. Sana heç mi saç yığmaq yaraşmaz, amma çox qəşəng rezindir. Qaşlıdır bu arada. Yaxından da bu formadadır. Daha sonra burada çox qəşəng bir pufumuz var. Sonra kitab ayrac ondan kitab ayranımız var. Vərəqlərini. Əlfəcin dadı. Hər şeyə də burun, hər şeyə. Əlfəcin. Daha sonra nəm salfetkamız var burada. Çox şirindir. Bunun qabı bu krom idi, yoxsa nədir? Üstündəki bilmirəm nədir. Məncə krom idi. Daha sonra Şiglamın, bu məncə glossu olmalıdır. Belə bir glossumuz var. Aplikatoru bu formadadır. Gözləyin, sizə indi rəngini də göstərəcəm. Wow, bu arada çox gözəl rəngi var. Bilirsiniz, mən glosslarda bu tərz böğürtülən rəngini çox bəyənirəm. Çünki böğürtülən rəngi dodağı o qədər dolğun, o qədər qəşəng göstərir ki, bayılıram. Daha sonra burada çox gözəl bir stickerımız var. Nəfəs al, sadəcə pis bir gündür, pis bir həyat deyil. Çox gözəl örnəkdir bu arada. Sonra buradan quru sabun, əl kremi var və çox qəşəngdir qabı. Buna baxın, çox şirindir. Qabını adam istəyir, tutsun, dişləsin, yesin. Sonra burada lip glossumuz var. Body mistimiz var. İndi bunu pıs-pıs eləyəcəm. Ay, çox gözəl, şipşirin bir qoxusu var. Daha sonra belə bir duş gelimiz var. Belə bir şəkər lip glossumuz var. Məncə çox qəşəngdir. Mən lip glossu çox sevirəm. Onun görüntüsünü çox bəyənirəm. Və son olaraq burada bir maskamız var. Siz də bu qutuya sahib olmaq istəyirsinizsə aşağıya tag elədiyim səhifəyə yaza bilərsiniz.